Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi hazırda hava şəraiti mülayim keçir, amma dediyimiz kimi bugün axşamdan etibarən hava şəraiti dəyişəcək və temperatur daha da aşağı düşəcək və irəliləyən dövrdə qış fəslinin gəlməsi ilə əlaqədar olaraq insanların istiliyə olan tələbatı daha çox artır və təbii ki, indiki məqamda vətəndaşları maraqlandıran bir sual var ki, istilik mövsümü nə vaxtdan etibarən başlayacaq? Elə bu suala eyni zamanda hansı ərazilər üzrə hansı tarixlərdə başlayacaq? Bununla bağlı detallı informasiyanı Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyəti mətbuat katibi Elvin Baskaldan alacaq. Xoş gördük Elvin bəy. Təfərrüatları buyurun sizdən eşidək. Sizi də, tamaşaçıları da xoş gördük. Qeyd etmək istərdim ki, 2023-cü il 5 sentyabr tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi istilik enerjisindən istifadə qaydalarına əsasən hər il Respublika ərazisində mövsüm noyabrın 15-i başlayır və növbəti ilin aprelin 15-də yekunlaşır. Ölkənin 14 dağlıq və Dağətəyi rayonunda, hansı ki onlardan 9-unda da Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətinin qazanxanaları var. Deməli 9 rayonda Səhmdar Cəmiyyətinin qazanxanaları noyabrın 1-i işə düşəcək və mayın 1-nə qədər yekunlaşacaq. Nəzərinizə çatdırmaq istərdim ki, Səhmdar Cəmiyyətinin ümumilikdə Respublika ərazisində 554 qazanxanası var. 1000 kilometrdən artıq magistral və məhəllə daxili istilik xətləri var və payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində xətlər hidravlik təzyiqlə yoxlanılır. Hardakı axıntı, qəzalar baş verir. Məhz mövsüm ərzində bu cür qəzalar baş verməsin deyə həm cari, həm də əsaslı təmir və bərpa işləri həyata keçirilir, o cümlədən xətlər dəyişdirilir. Yeni xəbər olaraq sizə, tamaşaçılarımıza qeyd etmək istərdim ki, ötən il paytaxtda 4 rayonda 5 qazanxana sökülərək yerində yenisi tikildi. Bu il paytaxtın 5 rayonunda Yasamal, Səbail, Pirallahı, Nərimanov və Nizami rayonunda ümumilikdə 7 qazanxana sökülüb və yerində hazırda yeniləri tikilir və noyabrın 15-i, yəni mövsümün ilk gününə qədər həmin qazanxanaların tam istifadəyə verilməsi gözlənilir. Təşəkkür edirəm. Çox sağ olun. Ətraflı şəkildə biz və tamaşaçılarımıza istilik mövsümünün başlayacağı tarixlə bağlı məlumat verdiyiniz üçün və elə aydın oldu ki, noyabrın 15-dən etibarən ölkə ərazisində, Respublika ərazisində istilik mövsümü başlayacaq və aprelin 15-nə qədər bu mövsüm davam edəcək və elə tarixləri də anladıq ki, hansı tarixlərdə, hansı ərazilərdə istilik mövsümü artıq başlayacaq. Çatdıra biləcəklərimiz bu qədər. Söz yenidə sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsənə məlumatı bizimlə bölüşdüyün üçün.